Hələ hara gəlir, məsələn, yaxşı niyyətlə, yox, olmaz elə şey. Məsələn, qəddar zalim Yezid, məsələn, bu gün gəlsin, məsələn, üçün, nə bilim, onun bağışlama ünvanında, lap belə tövbə etmədi, amma ürəyimiz ağrır ki, hə, bu bədbəxt oldu, İmam Hüseynin qarşısına çıxdı Yezid, hə, gəl biz yaxşı niyyətlə bunun bağışlaması Allahdan diləyək. Hə, bu dua deyil. Yaxşı, bu dua deyil. Həmişə niyyətin yaxşılığı şərt deyil. Məsələn, bizim çox başımız ağrır, ürəyimiz saf olur, ürəyimizdə kin olmur, insanlıq eləmək istəyirik, amma tərəf ondan istifadə edir. Dində bu qadağandır. Əmr həzmin kəba dinimizdə yaxşığa dəvə pisdən çəkindirməli. Onun yolları var. Hələ həmişə üz yumuşaqlıq, gülər özü şərt deyil orada. Oxumuşu, Allah şu bilirsiniz də, bəzən insan səsini qaldırır, üz turşudur, soğuk münasibət ta tərəf səhvini anlasın. Bədilər ki, hə, xoş niyyətlə ki, gəlin Quran düzəldə, Quranın səhvi olmasın. Deyilə şey şərt deyil. Nəzm, nizam olmalı, ciddiyyət olmalı bu işdə də. Yəni, hər kəs öz dəstəqətdən salsın Qurana ki, mən Quran-ı kərimdə düzəlik eləməlisən. Düzdür, fikri yaxşıdır, yaxşı fikirdir, amma səhv eləyir. Yaxşı fikirdir, amma səhv eləyir. Məsələn, həm cinayət məcəlləsində, həm hüquqda, mən demişəm bu hüquq dərsində, məsələn, bir insanın niyyəti yaxşı idi. Məsələn, atdan düşdü, görür o atı nədir bu ipi? Ağzına bağlanır, yadımdan çıxdı. Üzəngi dəqiqliyəm. Kəndiri deyək, bağlamanın yeri yoxdur. Bir mismar bassırdı yerə ki, burada yerə dəmir bassırdı. Bura bağladı, bəs deyir, qalsın burada. Kim, məsələn üçün, atın bağlamaq istəyir, bura bağlasın. O yaxşı niyə? Yəhər deyirlər. Yüyən olur. Hə, yəhər mən bilən mindiyi yerdir. Yüyən, hə. İpi də belə də yüyən, hər bir şey. Allah kömək olsun. O bağlamaq üçün hamı bağlasın deyə o niyyətlə, yaxşı niyyətlə o yerə bastırdı, taxtaya vurdu məsələn. Bir nəfər gəldi, məsələn üçün, qolu dişli əzildi, ayağı yıxıldı, gözü əzildi. Cavabdehdir buna, bələ cavabdehdir. Düzü niyyəti yaxşıdır, amma niyyətindən pis şey ortaya çıxır. Bu, qanuna əsasən, bu da məsuliyyət daşıyır. Yaxşı. İndi burada həmçinin niyyət yaxşıdır. İstəyir ki, məsələn, Quranı qorusun, məsələn, orada hərfi, nöqtəsini düzəlsin, tamam oxuya bilsin. Amma olacaq nə bazar? O da nə? Ged işlə məşğul ol. Mütəxəssislər bu işə adım atmalıdırlar. Hər insan olmaz. Yəni, mən həmişə demişəm, mikrofona qədər məşq eləyin. Mikrofonda məşq eləməyin. Məsələn, azam verirsən, mərsiyyət edirsən, söhbətliysən, mikrofonda məşq eləməyi, mikrofona qədər məşq elə. Çıxışların olsun, danış, orada, burada, təşkişdə, evdə göyə divan krosu insan olan danış, göyə insanlardır. Belə-belə asışacaqsan. Mikrofonda ələ alsan, birinci dəfə mikrofona azam verirsən, cəmaət dinindən qaçar ki, elə ki də olub. İslam ilk adım azandır, baxalaq buna iyrənc azandır, buna avaz yox, səs yox, cəmaət dinindən qaçar. Olsun deyilər ki, hələ hamı mikrofon verməyin. Biz bəzi məclislərdə, məsələn, mərsə demək istəyən olur, söhbət eləmək istəyən olur. Mən şəxsən hamıya səs vermirəm. Hamıya benim çıxış üçün söz vermirəm. Bilirəm, bu adamlıq deyil təbliğ, bu adamlıq deyil muğam oxumaq, avaz oxumaq. Məşq elə, güclü oxu, sonra buyur da. Yəni, sən gəl bir oxuasından qışqırıb alacaqsan, cəmatın qulağa gedəcək. Bu nə din, ancaq bu qışqır, çığırır bu adam, oxumaq deyil. O çalışaq ki, ora qədər məşqilə. Özümüz heç din düşür gözümüzə. Bunların fikri yaxşıdır. Quran bir düzəliş eləsinlər, amma nə oldu? Müəyyən bir ziyan ortaya çıxa bilər. Ayətullah Amuli ilə biz nəzərini oxuduq. Ta gəldik. Dedik ki, yox, olmaz. Niyə olmaz? Səbəbini dedik. Hələ bir əli Quran kimi əl uzada, Quranda nə qalacaq müqəddəsliyindən? Quran qalacaq müqəddəsliyindən bir şey yox. Oca adi bir şey. Hələ o gələ bir dənə həri, bir gələ qrup qoyura ki, mənlə ola bir imzam olsun. Belə şey olar. Bilənlər yaxın durmalıdırlar. Bax, bizə problemdir. Bu günləri bilməyən danışır dinlə. Bilməyən dərs keçir. Ta ki, mən təbliğ edim. Yox, elə şey deyil. Təbliğ hamının boyunda deyil, əzizlər. Dərs keçmədir hamının boyunda deyil. Mən məddahlığı bacarmıram. Məlağım yoxdur deyim, ya həvəsim daha çox elm məsələlərədir. Məsələn, mən nə bilim, çıxın məsələn, roza deyim, mən o çox bacarım. Hələ bilən ki var, deyərin ki var. Amma mütəxəssis ki, ora özümü göstərim, yox. Baxın, mən şimdi deyil o. Kim qəşəng bacarır? O desin də. Adam qəşəng şeir deyir. Mən o kimi şeir deyə bilmirəm. O desin də şeiri. Niyə hamı şeir deməlidir ki?
Mütləq hər insan öz sahəsində məşğul olsa, mən öz sahəmdə, sən öz sahəndə bu işlər əl-ələ verir, cəmiyyətdə o sahə inkişaf edir. Biz düşünürük ki, hamı eyni iş görsün. Yox, mən bunu eləyirəm, sən məşğul ol ziyarətlərlə. O məşğul ol ziyarətlərlə, sən mərsiyə de. Sən mərsiyə deyirsən, məsələn, o azan verir. Belə. Biz ki, yox, bir nəfər hər şey məşğul olsun. Bəzi olmur axı. Sən filan istiqamətdə şey paylaşsan statuslarında, mən başqa istiqamətdə paylaşıram. Niyə ancaq sən deyil, mən paylaşmalıyam? O sənin zövqündür, bu da mənim zövqümdür. Niyyət nədir? Allah xatırə din təbliğdə. Düzgün təbliğ etsə, niyə də pis olmasın ki? Düşünür ki, mən filan cəhətdən paylaşıram, o cəhətdən paylaşmır, o imansızdır. O qorxur filan qüvvələrdən. Elə deyil. O sənin seçdiyin üslub, bu da mənim seçdiyim üslubdur. Mən sənə mən paylaşımdan paylaş. Sən o düzgün bilirsən, paylaşsan. Sənin sözlüyən var. Bu da mənim düzgün bilim istiqamətdir. Mən bunu paylaşıram. Məsələn, niyə bu şeyi paylaşmırsınız? Filan şey olur, filan şey olur. Sən paylaşsan da bunu. Mən bunu paylaşıram. Niyə narahatsan yəni? Nə deməsən bildiniz hər bir halda. Yəni üstü bağlı dedim ki, biləsiniz. Bu günləri belə şərt deyil, hamı eyni iş görsün. Fərqli iş olmalıdır. Axırıncı misal demişəm, futbolda qapıçı var, müdafiə var, yəni müdafiə, hücum. Hamı öz işini görür. Hücumda duran gəlib əlini əlcək ki, qapını qorumur ki, onun işi başqa, bunun işi başqa. Amma məqsəd birdir, tərəfə qələbə çalmaqlı, udmaqlı, ta buna xal yazılsın. Bu da həmçinin.